mənim sədaqətim, mənim şərəfimdir şüarı ilə o qayalıqları qalxdıq və düşmənin o qaranlıq gecələrdə kabusuna çevrildik. Qayalıqları qalxanda təkcə yüksəklikləri fəth eləmədik. Azərbaycanın qürurunu həmin yüksəkliklərə öz çiyinlərimizdə daşıdıq. Azərbaycan xalqı öz şanlı tarixinə yenidən qayıtdı. Düşməni aldada bildik ki, biz istiqamətimizi dəyişmişik. Onlar tanklar və piyadalarla üzərimizə hücuma keçdilər. Hər cür silahdan istifadə etmişdilər. Xoşbəxtlikdən bir nəfərin burnu belə kanamadı. Mümkünsə bizə Qarabağ zəfərinin zirvəsi hesab olunan Şuşa əməliyyatından bəhs eləyərdiniz. Müharibənin taleyini həll edən həmin unikal əməliyyat necə başladı? Qələbəyə qədər hansı çətinlikləri dəf etdiniz? Noyabr ayının 2-sində yuxarı komandanlıqdan bizə Şuşanın işğaldan azad olunması döyüş tapşırığının əmri gəldi. Mən də digər bölmə komandirləri kimi döyüş tapşırığını aldım. Heç vaxt görmədiyimiz bir ərazilərə yollanırdıq. Heç vaxt görmədiyimiz şəhərin daxilində döyüş əməliyyatları icra edəcəkdik. Noyabr ayının 3-də biz Daşaltı kəndinin 1 kilometrə qədər cənubuna yaxınlaşaraq Şuşa-Laçın yolunu artıq nəzarətdə saxlayırdıq və düşmənin oradakı fəaliyyətlərini izləyirdik. Və bizim xüsusi təyinatlı qüvvələrin bir bölməsi Zarıslı istiqamətində Laçından, yəni Ermənistan ərazisindən yaxınlaşaraq Laçından keçməklə Şuşaya yaxınlaşma yollarını bağladı və düşmən həmin istiqamətdən artıq Şuşaya öz dəstəyini və köməyini göndərə bilmirdi. Və biz buna nail olmuşduq ki, artıq Şuşa şəhərinin Laçın istiqamətindən Ermənistanla əlaqəsi kəsilmişdi. Düşmənin dəstəyi və köməyi yalnız Xankəndi istiqamətindən qalmışdı. Biz artıq Laçın yoluna gizli şəkildə yaxınlaşmışdıq, amma düşmən Laçın yolu üzərində və Daşaltı kəndində və digər qayalıq ərazilərdə, yüksəkliklərdə öz mövqelərini hazırlayaraq bizi bu istiqamətdən gözləyirdi. Biz artıq açıq döyüşə girməyə məcbur idik. Çünki bura qədər gizli şəkildə yaxınlaşa bilmişdik. Bundan sonrası artıq döyüşlə həll olmalı idi. Düşməni öz mövqelərində məhv etdik və həmin Laçın yolu üzərindəki və Daşaltı kəndinin ətrafındakı ərazilərdəki mövqelərini ələ keçirdik və artıq biz Laçın yolunun üzərindəydik. Amma düşmənin artilleriya atəşləri və Şuşa istiqamətindən gələn atışları dayanmırdı. Bizlər həmin yolun üzərindəki yüksəklik əraziləri ələ keçirərək orada yerləşdik. Və düşmən artıq bizim yaxınlaşma istiqamətimizi başa düşmüşdü və bütün vasitələri ilə öz hücumlarını bizim yerləşdiyimiz ərazilərə doğru cəmləmişdi. Bölmələrimiz Daşaltı və Şuşakənd istiqamətində hücum edərək düşmənin fikrini həmin istiqamətə yönləndirirdi. Və bizlər düşməni aldatmaq üçün bir qədər də İsa-Bulağı istiqamətindəki o meşəlik ərazilərə enərək şəxsiyyəti orada gizlətdik. Düşməni aldada bildik ki, biz istiqamətimizi dəyişmişik, artıq Daşaltı və Şuşakənd istiqamətində hücumlar davam etdiririk və bu vəziyyətdən istifadə edərək biz bir qədər də həmin istiqamətdə, yəni Şuşa şəhərinin arxa istiqamətindən şəhərin ətrafına dolanaraq Xankəndi istiqamətindən, Şuşa-Xankəndi arasında qalan ərazilərdən şəhərə sızmaq üçün biz hərəkətimizi artıq noyabr ayının 4-ü gecə davam etdirdik. Və biz noyabr ayının 5-i idi, həmin meşəli ərazilərdən gizli şəkildə istifadə edərək şəhərin yaxınlığına hərəkət elədik və artıq noyabr ayının 5-i axşam biz
Şuşa şəhərinə Xankəndi istiqamətindən yaxınlaşmışdıq. Və bizim öndəki qrupumuz, bölməmiz həmin ərazini yol üzərinə doğru qalxaraq yolun üzərindəki düşmən bölmələrinə, düşmən ehtiyatlarına, hansı ki onlar orada cəmlənərək Daşaltı istiqamətindəki mövqelərinə və bölmələrinə ehtiyatları yerləşdirmişdilər və dəstək üçün qüvvələri orada cəmləyirdilər. Həmin ehtiyatları biz həmin ərazilərdə məhv edərək Laçın yolunun Şuşanın arxasından dolanaraq Xankəndinə gedən ərazilərinə qalxdıq. Və bu ərazilərə qalxmaq o qədər də asan deyildi. Çünki ərazi çox sərt idi, qayalıq və tikanlı ərazilər idi və torpaq da çox sürüşən bir tərkibdə idi və hərbi qulluqçular, döyüşçülər, silahdaşlar bir-birindən tutaraq, bir-birinə kömək olaraq o otdan, o koldan, o qayadan, dişlə, dırnaqla həmin əraziləri qalxmağa müvəffəq oldular. Və artıq o yolun üzərinə qalxanda demək olar ki, tükənmişdik. Yəni ağır bir relyef idi. Amma bir neçə dəqiqə bizə kifayət elədi ki, biz yenidən bərpa olaq və öz hədəfimizə doğru addımlayaq. Şəhəri təmizləmək üçün şəhərə daxil olmalıydıq. Bu zaman Xankəndi istiqamətindən düşmən hücumları başladı. Onlar artıq Xankəndi istiqamətində olan ehtiyatlarını tanklarla və çoxsaylı piyadalarla cəmləyərək bizim üzərimizə hücuma keçdilər. Tanklar həmin ərazilərdə gecə görmə cihazlarından istifadə edərək bizi dayanmadan 15-20 dəqiqə atış altında saxladılar. Biz orada şəhidlərimiz oldu, yaralılarımız oldu və bu tankların atəşlərinin kəsməsindən istifadə edərək biz qala divarlarını aşaraq şəhərə daxil olduq və təbii ki, öz yaralı və şəhidlərimizi də öz üzərimizdə daşımaqla biz yaralı və şəhidlərimizi həmin qala divarlarını keçəndən sonra orada bir binaya yerləşdirdik. Şəhərə daxil olduqdan sonra iki hissəyə ayrıldıq. Digər bölməmiz şəhərin daxilini təmizləmək üçün, mən isə öz bölməmlə Xankəndi istiqamətindən gələn bölmələri qarşısını almaq və şəhərin daxilinə buraxmamaq üçün öz şəxsi heyətimi mövqeyiləndirdim. Burada tank mərmilərindən qorunmaq üçün ən əlverişli mövqeylər qala divarları idi. Belə də oldu, mən şəxsi heyəti qala divarlarında yerləşdirdim. Noyabr ayının artıq 6-cı səhər düşmən növbəti hücumunu elədi. Onlar tanklar və piyadalarla üzərimizə hücuma keçdilər. Tank mərmilərindən bizim bütün mövqelərimizə atəş açırdılar ki, piyadalarını şəhərin daxilinə yeridə bilsinlər, bizi həmin mövqelərdə məhv edib şəhəri yenidən ələ keçirsinlər. Amma qala divarları bizim üçün həqiqətən də çox əlverişli mövqelər idi. Düşmən tankları üzərimizə çoxsaylı atışlar etsə də, qala divarları elə bir səviyyədə tikilmişdi ki, heç bir mərmi bizim silahdaşlarımıza, bizim döyüşçülərimizə ziyan vura bilmirdi. Əksinə biz onların canlı qüvvəsini məhv edirdik və geri çəkilməyə məcbur qoyurduq. Tanklar isə baxırdılar ki, arxalarında gətirdikləri şəxsi heyət irəliləyə bilmir. Onlar da sursatını bitirdikdən sonra geri dönüb qayıdırdılar. Beləcə noyabr ayının 6-sı 2 dəfə və noyabr ayının 7-si də 2 dəfə düşmən Şuşa şəhərinin Xankəndi istiqamətindən, girişindən şəhərə daxil olmaqla yenidən şəhəri geri qaytarmaq üçün hücumlar etsələr də bu nəticəsiz oldu. Artıq noyabr ayının 7-si günün ikinci yarısına qədər tank əleyhinə raketlər bizim olduğumuz mövqelərə gəlib çatdılar.
öz olduğum mövqelərdən həmin raketi yerləşdirərək isə 2 tankı 3 yol adlanan hissədə, o yanacaq doldurma məntəqəsi olan ərazidə bizə atış eləyən yanaşı 2 tankı biz yerindəcə məhv etdik və bundan sonra düşmən geri çəkildi və bir daha həmin istiqamətdən, Xankəndi istiqamətindən Şuşa şəhərinə hücum etmədi və hücumlarını dayandırdı. Beləcə biz artıq Xankəndi istiqamətindən gələn hücumların da qarşısını almış olmuşduq və şəhərin Daşaltı istiqamətində bu müddət ərzində bizim başqa bir bölməmiz, xüsusi təyinatlı qüvvələrin digər bölməsi həmin istiqamətdən şəhərə daxil olmaq üçün döyüşlər aparırdılar və onlar da həmin istiqamətdəki qüvvələri məhv etdilər və onların bir hissəsi artıq Laçın və Xankəndi istiqamətindən dəstəyin, köməyin gələ bilmədiyi xəbərini aldıqdan sonra şəhərdən qaçmaq istəyirdilər və pusqularla həmin heyəti də yol üzərində bizim qruplarımızı məhv etdilər. Və beləliklə artıq Şuşa şəhəri işğaldan azad olunmuşdu və noyabr ayının 8-də biz öz bayrağımızı Şuşa şəhərində dalğalandıraraq Cənab Ali Baş Komandana məruzə etdik. Cənab Ali Baş Komanda, sizin rəhbəriniz altında Şuşa şəhəri işğaldan azad edildi. Yaşasın Cənab Ali Baş Komandan, eşq olsun Azərbaycan xalqına, Qarabağ Azərbaycandır. Və 28 il sonra bu xəbəri şəxsən Cənab Prezidentimiz xalqa özü çatdırdı və bu da bizim tariximizin, mədəniyyətimizin, incəsənətimizin, milli qürurumuzun işğaldan azad olunduğunu sübut elədi.